Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli, mail müstəvi sadə mexanizm kimi bunun izahını verirəm. Birinci sual, meyl bucağı alfa olan mail müstəvi üzərində M kütləli cismin M kütləli cismin səthə perpendikulyar təzyiq qüvvəsinin modulunu tap. Deməli, uşaqlar, bu mail müstəvidir, bu da buraya qoyduğumuz cisimdir. Səthə göstərdiyi təzyiq qüvvəsi reaksiya qüvvəsi ilə mütənasibdir. Ağırlıq qüvvəsi mg aşağıdır. Ağırlıq qüvvəsinin 2 toplananı var. Bu mg sinusdur. Bu isə mg kosinusdur. Burada hərəkət bu y oxuna görə n ilə mg kosinus bir-birinə bərabər olduğuna görə nəyə bərabərdir? Təzyiq qüvvəsi mg kosinusa. Digərində yenə reaksiya təzyiq eynidir deyə yenə də mg kosinus alfaya bərabərdir. Üçüncü sual. İkinci mail müstəvi H hündürlüyünə qaldırılanda F qüvvəsi tətbiq olunursa, birinci mail müstəvidə nə qədər olar? Deməli, uşaqlar, mail müstəvidə qazanc uzunluqdan düz mütənasib asılıdır. Qüvvə isə tərs. Onda, əgər 2 il uzunluqda F qüvvəsi tətbiq olunursa, uzunluq 2 dəfə azalanda qüvvəmiz nə olacaq? 2 dəfə artacaq. Yəni, cavab C variantıdır. Dördüncü sual. Sadə mexanizmdir. Ling yoxsa mail müstəvi ikisi də. İşdə qazanc vermir ikisi də. Tərpənməz dayaq ətrafında fırlanan bərk cisim lingin tərifidir. Uzunluğun hündürlüyə nisbəti mail müstəviyə aiddir. Böyük qol, kiçik qol söhbəti lingə aiddir. 35, 4, 1, 2. Cavab Y variantı. 5-ci sual. İkinci mail müstəvi qüvvədə 4 dəfə qazanc verirsə, K bərabər 4. Birinci nə qədər verir? K-nın düsturu L bölünsün H-dır. Yəni, K L-dən düz asılıdır. Onda uzunluq 2 L idi, uzunluq L oldu. Uzunluq 2 dəfə azaldısa, qazanc da 2 dəfə azalacaq. Yəni, 4 bölünsün 2 dəfə qazanc verəcək. B variantı. 6-cı sual. Birinci mail müstəvi K bərabər 1,5 dəfə qazanc verirsə, ikinci mail müstəvi uzunluğu 2 dəfə çoxdur deyə 1,5-i 2-yə vuracaqsınız. Yəni, 3 dəfə qazanc verir. 7-ci sual. İkinci mail müstəvi, yəni bu, 2 dəfə qazanc verirsə, birinci mail müstəvi uzunluğu bundan 3 dəfə çox olduğuna görə 2 vur 3, 6 dəfə qazanc verəcək. 8. Birinci mail müstəvi 6 dəfə qazanc verirsə, ikinci, indi bu 3 L-dir, bura keçəndə L oldu. 3 dəfə azaldısa, 6 yox, 3 dəfə az, 2 dəfə qazanc verəcək. 9-cu sual. Sistem qüvvədə neçə dəfə qazanc verir? Deməli, uşaqlar, düşünün, bunu belə yuxarı qaldırdıqca, gücdə nə olacaq? Bu da yuxarı qalır. Yəni, bu blok tərpənəndir. Tərpənən blok 2 dəfə verir. Mail müstəvinin qazancı isə 1 bölünsün sinus alfa, sinus 30, 1 bölünsün 2-də 1, 2 dəfə də mail müstəvi verir. 2 dəfə bu verir, 2 dəfə də linc verdiyinə görə ümumi 4 dəfə qazancı olur. 10-cu sualda isə buradan biz aşağı hərəkət etdirsək, bu hərəkət etməyəcək. Yəni, bu blok tərpənməzdir. O da qazanc vermir. Mail müstəvinin qazancı isə yenə bayaqçı kimi 1 bölünsün sinus alfa, yəni sinus 30, 2 dəfə. Yalnız mail müstəvinin hesabının olduğuna görə 2 dəfə qazancı olur. 11. Uyğunluğu müəyyən edin. Birinci mail müstəvidir deyə yenə 30 dərəcədirsə bu 2 dəfə qazanc verəcək. Yəni, birinciyə qoyuruq 2 dəfə qazanc verir D-ni. İkinci tərpənməz blokdur deyə qazanc vermir B-ni. Üçüncü, uzunluğun hündürlüyə nisbəti K bərabər 3H bölünsün H, 3 dəfə də bu qazanc verəcək.